Salam əziz abituriyentlər və dəyərli müəllimlər. Biz bilirik ki, Təhsil İnstitutunun bizə təqdim etdiyi çərçivə sənədindən görə tam oxusu nəzərdə tutulan əsərlərdən biri də məhz Xurşudbanu Natəvanın əsəridir. Biz bugün həmin əsərin mütaliəsinə fikir verəcəyik, daha sonra isə əsas məqamları vurğulayacağıq. Amma əsərin təhlili haqqında ikinci bir video çəkəcəm ki, həmin videonu da kanala yerləşdirəcəm. Deməli, Xurşudbanu Natəvan əsərində iştirakçılar bu şəkildə vurğulanıb. Biz əsərdə Xurşudbanu Natəvan, Canişin, Knyaz Xasay, Seyid Hüseyn, Hidayətxan, Mirzə Ruhullah, Nəvvab, Mamayı, Terbahan, Zahir bəy, Qoca Knyaz, Daşdəmir, Bəyim, Kör Kamançaçı, Təxminə, Şahmar, Möhnət, Fərəc bəy, Qala rəisi, Mixailov, Şahzadə, Məlkidövlə, Muradalının iştirak elədiyini görürük. Daha sonra birinci şəkil, bu hissədə biz remarkanı görürük. Qafqaz Canişinin malikanəsi, pərdə açılanda geniş otaqda Xurşudbanu ilə Mirzə Ruhullah sükut içində dayanıb zala baxırlar. Knyaz Xasay ita addımlarla gəlib Xurşudbanunun qarşısında dayanır. Deməli, bizə təqdim olunan bu remarkaya görə biz bilirik ki, Xurşudbanu Natəvan və Mirzə Ruhullah Qafqaz Canişinliyinə gediblər və ilk olaraq biz burada kimi müşahidə edirik? Mirzə Ruhullah və Xurşudbanu Natəvan oturub Qafqaz Canişini gözləyirlər. Yəni, sual düşəndə ki, ilk Natəvan məhz Qafqaz Canişinlə dialoq aparır. Bu artıq səhvdir. Çünki biz əsərin sonraki gedişatında fikir verəcəyik ki, məhz öncə olan dialoqu Knyaz Xasay ilə olur. Knyaz Xasay, Canişin cənabları indi buyurub sizi dinləyəcəklər Banu bəyim. Xurşudbanu, təşəkkür edirəm Knyaz. Knyaz Xasay, qulluğunuzda həmişə hazıram Banu bəyim. Xurşudbanu, bu mənim üçün böyük iltifatdır Knyaz. Knyaz Xasay, mən sizin haqqınızda lap əfsanəyə bənzər gözəl söhbətlər eşitmişəm. Xurşudbanu, sən mənim haqqımda zəhərli sözlər də eşidə bilərsən Knyaz. Deməli, biz burada Knyaz Xasayın ta əvvəldən Xurşudbanu Natəvan haqqında zəhərli sözlər eşitdiyini müşahidə edirik və bunu məhz Natəvanın özünə deyir və Natəvan da onun cavabında sən mənim haqqımda zəhərli sözlər də eşidə bilərsən. Yəni artıq Natəvan müəyyən fəaliyyətlər göstərsə də, xeyriyyətçi xidməti olsa da, xalqın yanında olsa da, amma yenə də yüksək təbəqənin nümayəndələri onun haqqında zəhərli sözlər danışırlar və biz bu hissədə də məhz Natəvanın bunun haqqında məlumatlı olduğunu görürük. Knyaz Xasay, ola bilməz. Bütün Azərbaycan sizinlə fəxr etməlidir. Xurşudbanu, bu sözləri səndən eşitmək mənim üçün xoşdur Knyaz. Qarabağa qonaq gəlsən, bizi şad etmiş olarsan. Deməli, hələ Canişin gəlməmişdən Xurşudbanu Natəvan Knyaz Xasaya Qarabağa qonaq gəlməyə təklif edir və bildirir ki, əgər Qarabağa qonaq gəlsən, biz çox şad olarıq. Yəni, bu hissədə artıq Canişin hələ gəlməyib. Knyaz Xasay, böyük məmnuniyyətlə gələrəm, Banu bəyim. Orta yaşlı, yaraşıqlı bir adam olan Canişin otağa daxil olur. Canişin, xoş gəlmisiniz, madmazel. Sizi gördüyümə çox şadam. Rica edirəm, əyləşin. Xurşudbanu ilə Canişin əyləşirlər. Sizin nəslinizə dərin hörmətim olduğuna əmin ola bilərsiniz, madmazel. Qaladakı çinoviklərimizdən razısınızmı? Onlar sizə lazımı qədər hörmət edirlərmi? Xurşudbanu, onlarla elə yaxın münasibətim olmasa da, güman edirəm ki, mənə hörmət eləməyə bilməzlər Knyaz həzrətləri. Canişin, Banunun ötkəm cavabına bir qədər təəccüb etsə də özünü o yerə qoymur. Əlbəttə, İbrahim xanın nəvəsinə,
General Mehdiqulu xanın qızına hörmət hər kəsin borcudur. Eşitdiyimə görə siz həm də gözəl şairəsiniz. Sizin haqqınızda Kapitan Mirzə Fətəli Axundov mənə danışmışdır. Mən Azərbaycanlıların igidliyinə heyranam. Elə bil Allah özü də onların qəhrəmanlığını gözəl Qarabağ atları ilə mükafatlandırıb. Ancaq təəssüf ki, belə cəsur xalqın yarısı sizdən ayrı düşüb. Deməli, bu kiçik hissədə biz canişinin dilindən müəyyən həqiqətləri öyrənirik. Belə ki, biz bilirik ki, yəni ilk məlumata canişin əlinə əldə edirik ki, Xuşbanu Natəvan Mehdiqulu xanın qızıdır, İbrahim xanın nəvəsidir. Daha sonra məhz Natəvanın gözəl şairə olduğunu da ilk dəfə canişin dilindən eşidirik. Bəs Natəvan haqqında canişinə kim ilk dəfə məlumat verib? Mirzə Fətəli Axundov danışıb və canişin dilindən həmçinin verilir ki, canişin Azərbaycanlıların igidliyinə heyrandır. Hətta bu ifadə əsərin əvvəlində Allah özü də onların qəhrəmanlığını gözəl Qarabağ atları ilə mükafatlandırıb. Və burada biz daha acı bir həqiqətdə öyrənirik ki, canişin dilindən bildirir ki, cəsur xalqın yarısı sizdən ayrı düşüb. Yəni Şimali Azərbaycanla Cənubi Azərbaycanın parçalanma faktını ilk biz canişinin dilindən eşidirik. Xuşbanu, bu bizim faciəmizdir. Knyaz Həzrətləri, iki böyük dövlətin, qədim bir tarixi olan Azərbaycan xalqını iki böyük dövlətin, qədim bir tarixi olan Azərbaycan xalqını iki yerə parçalayıb, qardaşı qardaşdan ayırmaları ədalətli iş deyildir. Canişin, tarixin hadisələri bəzən elə cərəyan edir ki, ağıllı hökmdarlar belə amansız hərəkətlərə məcbur olurlar. Söhbəti dəyişir. Sizin Tiflisə təşrif buyurmağınızın səbəbi mənə məlumdur, madmazel. Mən çalışaram atanızdan qalan mülkün bir hissəsini sizə qaytarılsın. Yəni biz bu hissədə müşahidə edirik ki, yəni testə düşərsə ki, canişin Natəvana əminliklə bildirir ki, Azərbaycanın bütövlükdə Azərbaycanın bütün mülkünü məhz Natəvana qaytarsın. Bu söhbət səhvdir. Birincisi çalışaram deyir, yəni hələ qeyri-dəqiqdir. İkincisi də ki, atanızdan qalan mülkün bir hissəsini deyir. Yəni bütövlükdə mülkü yox, məhz bir hissəsini Natəvana qaytarılması haqqında məlumat verir. Xuşbanu, Knyaz Həzrətləri, mən bütün mülklərimizin qaytarılmasını tələb edirəm. Mən varisi yektayam. Burada isə sizə testə yazsa ki, Xuşbanu Natəvan canişinin fikri ilə razılaşır və razılaşır ki, Azərbaycanın yarısının qaytarılması Natəvanı qane edir. Bu fikir də səhvdir, çünki burada bildirir ki, mən bütün mülklərimizin qaytarılmasını istəyirəm, çünki mən tək varisəm. Canişin, zarafat yana, siz tək qızsınız, o qədər mülk nəyinizə lazımdır? Xuşbanu həyəcanlı, mən tək deyiləm, Knyaz Həzrətləri. Mənim yaşadığım Şuşa şəhərinin əhalisi hələ də şor su içir. Kəndlilərimizin uşaqları məktəbsiz, elmsiz, kitabsız böyüyürlər. Mən onlara heç bir kömək eləyə bilmirəm. Burada biz Natəvanın dilindən başqa bir problemləri müşahidə edirik. Məhz həmin problemlər nədir? Hələ də Şuşa əhalisinin şor su içməyi, kəndlərimizin uşaqlarının isə məktəbsiz, elmsiz, kitabsız böyümələri və elə bir çətin vəziyyətdir ki, Natəvan onlara kömək edə bilmir. Canişin, qısa pauzadan sonra, yaxşı madmazel, mən sizin xahişinizi olduğu kimi Əlahəzrət İmperatora çatdıraram. Ümid edirəm ki, İmperator Həzrətləri İbrahim xanın nəvəsindən öz iltifatını əsirgəməz. Xuşbanu, təşəkkür edirəm Knyaz Həzrətləri. Qalxır. Canişin, qalxır. Arzu edirəm
Knyaginyanın təşkil etdiyi bu gecəki balda siz də vaxtınızı xoş keçirəsiniz. Zənn edirəm Knyaz Xasay sizi bala müşayiət etmək şərəfini qəbul edər. Deməli biz burada canişinin, yəni Natəvanın Knyaginyanın təşkil etdiyi bala dəvət etdiyini görürük. Hətta deyir ki, Knyaz Xasay da sizi bala müşayiət etmək şərəfini qəbul edir. Yəni testə yazsa ki, Natəvan onun təklifini qəbul edir. Yəni sonrakı mərhələdə nə müşahidə edəcəyik? Knyaz Xasay, məmnuniyyətlə, xoşbanı. Diqqətinizə qarşı minnətdaram, Knyaz Həzrətləri. İcazənizlə biz bugün Şuşa qalasına yola düşməliyik. Və burada müşahidə elədik ki, Xoşbanı bununla razılaşmır. Canişin, nə deyə bilərəm? Sizə yaxşı yol, əl tutuşur. Bu mötərəzənin içərisində yazılanlar remarkadır. Xuşbanı Knyaz Xasaya da baş əyərək Mirzə Ruhullanın müşayiəti ilə çıxır. Canişin Xuşbanının ardınca baxaraq, ağıllı qızdır, Zarafatyana. Knyaz, siz nə vaxtacan subay gəzəcəksiniz? Knyaz Xasay, canişinin ilhamını başa düşərək Zarafatyana. Görünür, Tale özü qəsdən məni indiyə qədər dayandırırmış, Knyaz Həzrətləri. Canişin gülümsəyir. Eləmi? Xuşbanı həqiqətən şahanə xanımdır, Zarafatyana. Madam ki, Talih sizi indiyə qədər subay gəzməyə məcbur eləmişdir, demək indi öz bəxtinizi sınaya bilərsiniz. Əgər Xurşedbanu ilə evlənsəydiniz, mən sizi ürəkdən təbrik edərdim. Zənn edirəm ki, bu izdivac Əlahəzrət imperatorun özünə də xoş gələrdi. Siz ona sadiq, onun taxt tacına yaxın müsəlman kübarısınız. İbrahim xanın nəvəsi ilə sizin izdivacınız Azərbaycan xalqına da psixoloji cəhətdən müsbət təsir edər, imperator hakimiyyətinə qarşı onların hüsn rəğbətini artırar. Zarafatyana, necə deyərlər, siz bizi onlarla qohum edərsiniz. Deməli, biz burada Canişin nitqinin nə müşahidə edirik? Xurşidbanı Natəvanla evlənməyi Canişinə məsləhət görsə də, amma burada Canişinin bir fikir var, bir əqidəsi var. Onun tutduğu bir yol var. Biz başa düşürük ki, Canişin məhz imperatorun əmrlərini yerinə yetirmək üçün buradadır. Biz hətta onun Knyaz Xasay ilə dialoqunda da bunu müşahidə edirik. Başa düşürük ki, deyir ki, sizin Natəvanla evlənməyiniz Əlahəzrət imperatorun özünə xoş gələr. Siz ona sadiq, taxt tacına yaxın müsəlman kübarısınız. Həm də bir, yəni imperatorun özünə xoş gələr. 2, Azərbaycan xalqının da psixoloji cəhətdən müsbət təsir edər. Yəni burada artıq biz Canişinin məqsədini müşahidə edirik. Knyaz Xasay, başa düşürəm Əlahəzrət, lakin mən namuslu adamam. Yalnız siyasətə görə evlənmək Canişin. Yox Knyaz, etiraf eləyin ki, bu gözəl xan qızı sizi məftun etmişdir. Knyaz Xasay, Zarafatyana, bu hələ işin bir cəhədidir, Əlahəzrət. Canişin, mən Xurşedbanunun indi gedərkən sizə saldığı ani baxışından hiss elədim ki, bu məhəbbət qarşılıqlı ola bilər. Zarafatyana, axı mən də belə incə duyğuların köhnə xiridarıyam. Knyaz Xasay, bir növ şadlıqla, o məni Şuşa qalasına qonaq dəvət etdi. Canişin, gedin Knyaz. Knyaz Xasay yarı zarafata. Doğrusu Əlahəzrət, nəysə özümdə bir cəsarətsizlik hiss edirəm. Canişin, cəsarətsizlik? İnanmaram. Siz ki, kübar salonlarının pələngisiniz. Təkrar edirəm ki, sizin Azərbaycan xanzadəsi ilə izdivacınız Əlahəzrət imperatora da xoş təsir bağışlayar. Knyaz Xasay, Qarabağ cəmiyyəti şiədir. Qorxuram onların böyük ruhaniləri keçmiş Qarabağ hakimi İbrahim xanın varisi olan Xurşedbanunun kənardan gəlmiş bir sünniyə ərə getməsinə razılıq verməsinlər. Onlar çox mütəəssib olurlar. Biz bu hissədə müşahidə edirik ki, Knyaz Xasay əvvəlcədən bilirdi ki, Qarabağdakı şiələr
Xuşbanu Natavanın Knyaz Xasayla, yəni bir sünni ilə evlənməsinə qarşı çıxacaqlar. O bunu əvvəlcədən bilirdi, hiss eləmişdi. Canişin, güman etmirəm, Xuşbanu kimi yüksək təhsil görmüş, açıq fikirli bir qız elə xurafatlarla hesablaşsın. Mən sizin səfərinizin uğurlu olacağına əminəm. Knyaz Xasayrovla İmperator həzrətlərini məmnun etmək mənim üçün şərəfdir. İşıq sönür. İkinci şəkil. İşıq yanında Şuşa qalası görünür. Xurşudbanının malikanəsi. Zahir bəy eyvandan bağçaya düşərkən qarşıdan gələn Nəvvabla qarşılaşır. Zahir bəy. Salam Mirzə Nəvvab. Nəvvab istehza qarşıq zarafatla. Salam olsun böyük şair Zahir bəy fədaya. Zahir bəy. Mirzə, yenə bəndi həqirə sataşırsınız. Nəvvab eyni ifadə ilə biz nə karəyik ki, qubernatorun istəkli dostuna sataşaq. Bu hissədə artıq biz Nəvvabın bir eyhamını, bir kinayəsini müşahidə eləyirik. Nə üçün gedirsiniz bəs? Yığıncağınız olmayacaq. Zahir bəy, xeyr. Mirzə Ruhullah xəbər verdi ki, Xurşedbanu üzr istəyir. Tiflisdən qonağı gəldiyi üçün bugün məclisi ünsün məşğələsi viqu bulmayacaq. Deməli, məclisi üns niyə təşkil olunmadı? Məhz Tiflisdən qonaq gəldiyi üçün. Nəvvab, kimdir qonağı? Zahir bəy, Tiflis canişinin yavəri Dağıstanlı Knyaz Xasay. Nəvvab, hə, belədir. Zahir bəy, Xurşedbanunun onunla izvac etmək istədiyini siz də eşitmişdiniz. Nəvvab, eşitmişəm. Zahir bəy, biabırçılıqdır. Məgər bu boyda Qarabağda kişi bulunmadı ki, İbrahim xanın nəvəsi Dağıstandan gəlmiş bir ləzgiyə zövcə olmaq istəyir? Nəvvab, nə olar ləzgiyə gedəndə? Zahir bəy, necə nə olar? Bu bizim qürur milliyyətimizi təhqir etməkdir. Axı Xurşedbanun adi adam deyil. Nəvvab, zarafatla. Zahir bəy, düzüm mən məsələn şəxsən sizin hansı millətdən olduğunuzu bilmirəm. Bərkdən gülür, Zahir bəy təəccüblə ona baxır. Bəy, mən ölüm inciməyin. Zarafatdır da elə. Ancaq Banu bəyim ləzgiyə getməkdə heç bir günah eləmir. Dağıstanlılar igid mərd xalqıdırlar. Deməli, biz burada Zahir bəylə Nəvvabın dialoquna müşahidə elədik ki, Zahir bəy bir növ Natəvanın Knyaz Xasay ilə evlənməsinə qarşıdır və onu qınayır. Hətta deyir ki, Qarabağda bir kişi tapılmadı ki, məhz xan qızı gedib Dağıstanlı bir ləzgi ilə evlənsin. Amma Nəvvab Zahir bəyin əsl iç üzünü hiss elədiyi üçün onun bu eyhamına cavabsız qoymur və bildirir ki, Dağıstanlılar igid, mərd xalqıdırlar. Nəvvabla Zahir bəy gedirlər. Knyaz Xasay ilə Xurşedbanu eyvana çıxırlar. Xurşedbanu. Mən vətənimin keçirdiyi ağır günlər haqqında düşünərkən həmişə özümdə bir gücsüzlük hiss eləyib, bir olan Allahdan nicat ummuşam. Elə bil ki, o da mənim bu faciəli xalqıma cəsarətlə xidmət eləməyim üçün səni göndərmişdir. Həyəcanla. Sən güclüsən. Qafqaz canişinin dostusan. Səni Əlahəzrət İmperatorun özü sevir. Sənin məhəbbətin mənim köməyim, dayağım olacaq. Birinci dəfə səni görəndə, səni istədiyimi hiss eləyəndə elə bil ki, birdən-birə özümdə səbəbini dərk eləmədiyim fövqəladə bir cəsarət, bir xoşbəxtlik duydum. Mənə elə gəldi ki, vətənim üçün dağı dağ üstünə qoya bilərəm. Knyaz Xasay. Sizin qara camat haqqında bir qədər ürək yanğısı ilə danışmağınız alicənablıqdır, Banu bəyim. Xurşedbanu. Qara camat demə, Knyaz. Mənim o sözdən acığım gəlir. Uşaqlıqda qoca müəllimim Mirzə Ruhullah Azərbaycanın azadlığı uğrunda vuruşmuş oğulların qəhrəmanlığı haqqında mənə heyrətli əhvalatlar nağıl edərdi. Mən belə igidləri sonralar da görürdüm. Onların kədərli taleyi ürəyimi ağrıdırdı. Dünyaya Nizami Gəncəvi kimi, Füzuli kimi dahilər vermiş Azərbaycanın
Bugün dünya mədəniyyətindən bu qədər geri qalması izzət nəfsimi yaralayır. Mən onu da hiss edirəm ki, bu geriliyin səbəbi heç də mənim xalqımın istedadsızlığı və ya acizliyi olmamışdır. Deməli, biz burada nə müşahidə edirik? Knyaz Xasay ilə Natəvan danışırlar. Amma əsərin sonraki hissəsində biz bunu bəyimin dilindən də müşahidə edəcəyik ki, Knyaz Xasay biraz yerli əhaliyə, xalqa üstdən aşağı baxır. Yəni biraz nitqində də onları qara cəmaət adlandırır və bu Natəvanın da xoşuna gəlmir. Sonra məhz biz bunu bəyimin də dilindən eşidəcəyik. Knyaz Xasay, indi siz danışdıqca sanki mən də o yalçın qayalar üstündə dayanıb uzaqlara baxan qara yapıncılı Dağıstan igidlərini görürəm. Düşünürəm ki, bizim xalqların taleyi nə qədər bir-birinə bənzəyir. Xoşdvanı, Aknyaz, mənim əzablar, istirablar çəkmiş qəlbimin sənin sevginə, səmimiyyətinə o qədər ehtiyacı var ki, Knyaz Xasay, Xoşdvanının sinəsindən sıxaraq, Banu bəyim, doğrusu mən buraya gələnəcən sizə bu qədər istədiyimi bilmirdim. İndi mən bütün varlığımla, bütün qəlbimlə sizinəm. Siz mənim bəxt ulduzumsunuz. Uşaqlıqda bir qaraçı demişdi ki, sizin bəxt ulduzunuz tilsimli bir qala üzərində parlayacaq. Xoşdvanı, qəribə bir vahimə ilə. Necə? Tilsimli qala? Deməli, bu hissədə bizə test düşsə ki, bəs Knyaz Xasay bildirir ki, bizim bəxt ulduzumuz tilsimli bir qala üzərində parlayacaq. Natəvan ondan bunun nə olduğunu soruşur. Sonra Knyaz Xasay buna cavab verir. İzahlı bu söhbət səhvdir. Çünki bu hadisəni, yəni bu dialoqdan sonra qapı döyülür. Söhbət yarımçıq qalır. Xoşdvanı Knyazdan aralanaraq gəl. Daşdəmir gəlir. Banu bəyim, bir oğlan təkillə sizi görmək istəyir. Xoşdvanı, nə karədir? Daşdəmir, soruşdum demədi. Xoşdvanı, qoy gəlsin. Daşdəmir çıxır. Knyaz Xasay, mən getdim öz otağıma. Xoşdvanı, nə üçün Knyaz? Bir yerdə dinləyərik onu. Knyaz Xasay, bəlkə məxfi bir sözü var. Knyaz keçir o biri otağa, cavan bir oğlan olan Seyid Hüseyin daxil olub təzim edir. Xoşdvanı, kimsiniz ay oğlan, nə istəyirsiniz? Seyid Hüseyin, Cənubi Azərbaycandanam xan həzrətləri. İran ərbabının əlindən qaçıb sizə pənah gətirmişəm. Deməli, biz burada əsərdə vacib obrazlardan biri olan Seyid Hüseyni görürük ki, məhz Seyid Hüseyin Azərbaycana, yəni Şimali Azərbaycana daha doğrusu pənah gətirib, Cənubi Azərbaycandan olduğunu bildirir. İran ərbabının əlindən qaçıb məhz xana, xanzadəyə pənah gətirib. Xoşdvanı, İranda nə eləyirlər sizə? Seyid Hüseyin, bizə zülm eləyirlər xan həzrətləri, bizi carmıxa çəkirlər. Xoşdvanı, bu mənə məlumdur. Ancaq siz açıq da gələ bilərdiniz. Niyə qaçırdınız? Deməli, burada Natəvan məhz Seyid Hüseyndən soruşur ki, siz bura açıq şəkildə də gələ bilərdiniz də, yəni qaçmasaz da gələ bilərdiniz. Bəs niyə açıq şəkildə gəlməmisiniz, məhz qaçmısınız? Yəni bu sualı verməlidir. Daha sonra Seyid Hüseyin cavab verməlidir. Əgər testdə yazsa ki, Xoşdvanı səbəbini soruşmadan Seyid Hüseyni işə qəbul edir, bu söhbətlər səhv olacaq. Çünki Xoşdvanı Natəvan öncə səbəbini soruşur ki, niyə açıq şəkildə gəlməyib, niyə qaçıb. Daha sonra Seyid Hüseyin məlumat verir. Sizdən gizlini yoxdur xan həzrətləri. Biz bir dəstə cavan qərara almışdıq ki, şahın zülmündən vətənimizin xilası uğrunda fədai olaq. Deməli, Seyid Hüseyin fədai imiş. Biz bunu Azad əsərində də görürük. Biz kənd-bəkənd, şəhər-bə-şəhər gəzib, qardaş bacılarımızı öz mətləbimizdən hali edirdik. Onlar da bizimlə həmfikir olduqlarını ürək yağıntısı ilə bəyan edirdilər. Ancaq bir kəndxuda bizim fəaliyyətimizi bilib ərbaba xəbər yetirdi. Özü də öz Azərbaycanımız idi. Deməli, biz bu hissədə görürük ki, Seyid Hüseyin Cənubi Azərbaycanda olan zülmə dözməyib,
özü kimi xalqını düşünən insanları ətrafına toplayıblar, fədai olublar və yavaş-yavaş xalqın başa düşməyən nümayəndələrini bu vəziyyətdən xəbərdar ediblər. Amma sapı özümüzdən olan baltalardan biri kəndxuda gedib onu ərbaba yetirib. O da Azərbaycanlı imiş. Biz çünki əsərin gedişatını bir çox Azərbaycanlıların məhz xəyanətini müşahidə edəcəyik. Xuruşbanı, öz Azərbaycanlınız Seyid Hüseyn Bəlixan Həzrətləri öz içimizdəki satqınlar olmasaydı, şah bizi əsir yesir eləyə bilməzdi. Deməli, Seyid Hüseyn etiraf edir ki, əgər içimizdə olan satqınlar olmasaydı, şah bizi bu şəkildə əsir yesir eləyə bilməzdi. Xuruşbanı dərindən nəfəs alaraq, indi bizdən iltimasınız nədir? Yəni istəyiniz nədir? Seyid Hüseyn, iltimasım odur ki, xan həzrətləri mənə sığınacaq versinlər. Deməli, Seyid Hüseyn sığınacaq istəyir. Buradakı həmyerlərim dedilər ki, çar məmurları mənim İrandan qaçdığımı bilsələr, qalada yaşamağıma icazə verməzlər. Məsləhət gördülər ki, sizə iltica edim. Xuruşbanı, kimdir burada sizin həmyerliləriniz? Seyid Hüseyn, biri sizin baş mehdəriniz Murad Ağadır. Biz onunla xala nəvəsiyik. Xuruşbanı, isminiz nədir? Seyid Hüseyn. Seyid Hüseyn xan həzrətləri. Xuruşbanı, burada nə iş görə bilərsiniz? Yəni, birinci Seyid Hüseynlə Natəvanın dialoqunda Seyid Hüseyn gələn kimi demir, mənə filan vəzifəni, filan işi verin. Natəvan ondan soruşur ki, burada nə iş görə bilərsiniz? Seyid Hüseyn, hər nə əmr etsəniz. Deyirlər, siz təzə məktəb açdırırsınız. Mən müəllimlik də eləyə bilərəm. Xuruşbanı, fars dilində. Seyid Hüseyn, təhsilim fars dilində olub. Məlumunuzdur ki, İran məmləkətində bizim öz ana dilimizdə təhsil almağa ixtiyarımız yoxdur. Ancaq mən türkçəni, fars ərəb dillərindən pis bilmirəm. Şeir sənətdən də başım çıxır. Xuruşbanı, bəs indi harda sakin olmusunuz? Seyid Hüseyn, Murad Ağanın balaca mənzilində daldalanıram, xan həzrətləri. Xuruşbanı zəngi səsləndirir, Daşdəmir daxil olur. Yəni, burada sual düşsə ki, Seyid Hüseyn Cənubi Azərbaycana, Şimali Azərbaycana gələrkən, tutaq ki, ilk sarayda qalır və yaxud da küçədə qalır və yaxud da başqa bir insana müraciət edir, bu söhbət səhv olacaq. Çünki biz Seyid Hüseynin dilindən eşidirik ki, ilk gələndə məhz onun qohumu, xala nəvəsi olan Murad Ağanın kiçik mənzilində qalıb. Xuruşbanı Daşdəmirə. Mirzə Ruhullahı buraya dəvət elə. Daşdəmir baş üstə çıxır. Xuruşbanı, siz mənə xan həzrətləri deməyin. Biz xanlıq dövrü ilə çoxdan vidalaşmışıq. Bilirəm xan həzrətləri. Xuruşbanı, daxil olan Mirzə Ruhullaha. Mirzə, xahiş edirəm mənim adımdan qala rəisinə rica eləyəsiniz ki, bu oğlanın Şuşa şəhərində sakin olmasına icazə versin. Sonra mənim mülkümdən bu oğlan üçün bir otaq ayırıb içini xalı gəbə ilə döşəsinlər. Cənab Seyid Hüseyn, etibar eləyib şəhərdə açdığımız məktəbə sizi müəllim təyin edirəm. Nədən təlim keçməyinizi müdirlə həll edərsiniz. İndi isə mürəxxəssiniz, yəni azadsınız. Seyid Hüseyn, mən sizin etibarınızı doğruldacağam Banu bəyim. Təzim edərək Mirzə Ruhullah ilə çıxır, qısa pauza. Xuruşbanı onların ardınca baxır. Sonra dibçəkdəki qərənfillərə yaxınlaşır. Sonra zəngi səsləndirir, bəyim daxil olur. Qərənfillərimə su vermisənmi? Bəyim, bəli Banu bəyim. Mən hər səhər onların dibinə su tökürəm. Xuruşbanı, tapşır Şuşaya çəkdirdiyimiz bulağın mühəndisi Əbdürrəhim Talibzadəni nahardan sonra mənim yanıma çağırsınlar. Bəyim, baş üstə. Xuruşbanı knyazın olduğu otağa keçir. Bəyim yazı stolunun üstündən şairənin qərənfil şeirini götürüb oxuyur. Səni kimdir sevən bica qərənfil? Sənə mən aşiq şeyda
qərənfil. Səni gülşən ara aşifdə gördüm. Yəqin bildim tutub sevda qərənfil. Belə pəjmürdə hal ilə durubsan. Düşər güllər ara qovğa qərənfil. Düşər kim vəfasızdır bu gülşən, gedər bu tələt-i ziba qərənfil. Üzündən pərdə-i nazın kənar et. Unutma aşiqi haşa qərənfil. Eşə sönüb. Deməli biz əsərdə nəyi müşahidə elədik? Müşahidə elədik ki, bəyim Xuşban Natəvanın şeirini oxuyur. Yəni Natəvanın şeirlərindən biri məhz bəyimin dilindən səsləndirilir. Üçüncü şəkil. Muradalının evinin qabağında kiçik bağça, bağçanın yanından yol keçir. Seyid Hüseyn və Muradalı. Deməli, xala nəvəsi burada söhbətləşirlər. Muradalı, yenə şükür ki, qaçıb canını qurtarmısan xalaoğlu. Deyirəm, görəsən, bu Şimali Azərbaycan olmasaydı, biz cənublular İran şahının zülmündən hara qaçardıq? Seyid Hüseyn, sənin mənim kimilərinin qaçıb canlarını qurtarmaqları ilə yaralar sağalarmı? Axı milyonlarla körpəli qocalı ailə hara qaçsın? Neçə min il tarixi olan igid bir xalqı iki yerə parçalayıb gücdən saldılar. Muradalı, 10 ildir ki, o tayda qalmış anamın bacımın üzünə həsrətəm. Atan bizim obaya divan tutan o ərbabı öldürüb, məni də götürüb bu taya qaçanda 12 yaşım var idi. Deyirlər bizdən sonra ərbabın adamları ev eşiyimizi, bağımızı viran eləyiblər. Yazıq anam da bacımı götürüb Təbrizə qaçıb. Orada başlarına nə gəldiyindən indi də xəbərim yoxdur. Bilirəm ki, sənin də xəbərin olmaz. Səni də bir tikə vaxtından atan götürüb Tehrana fəhləliyə getmişdi. Deməli, biz burada bəzi acı həqiqətləri məhz Muradalının dilindən müşahidə elədik. Həmin dövrdə Cənubi Azərbaycanda nə baş verir? Bu Muradalının dili ilə etiraf olunur. Bildirir ki, Muradalı Şimali Azərbaycana pənah gətirəndə kiçik yaşlardaymış və artıq 10 ildir ki, anasının, bacısının üzünü görmür. Atası bəs niyə bu vəziyyətə düşüblər? Çünki atası xalqa zülm edən ərbabı, yəni böyüyü, onlara zülm edəni öldürür və başa düşür ki, onu cəzalandıracaqlar. Bu səbəbdən də Şimali Azərbaycana qaçır. Şimali Azərbaycana qaçanda Muradalının cəmi 12 yaşı var idi. Daha sonra Muradalı ondan bundan eşidir ki, məhz bunların Şimali Azərbaycana qaçmasından sonra ərbabın adamları bunların ev eşiyini, bağını viran eləyiblər. Bu zülmə dözməyən ana da öz qızını götürüb Təbrizə qaçır. Və 10 ildir ki, Muradalının onlardan xəbəri yoxdur. Hətta biz Muradalının dilindən eşidirik ki, Muradalı bildirir ki, Seyid Hüseynə, səni də bir tikə vaxtına atan götürüb Tehrana fəhləliyə getmişdi. Yəni biz bu həqiqətlərin hamısını kimin dilindən eşitdik? Məhz Muradalının dilindən eşitdik. Seyid Hüseyn, Tehranda yazıq atan gündə 14 saat xalı karxanasında fəhləlik eləyib məni oxudurdu. Sonra o cəhənnəm əzabına dözmədi. Deməli, başa düşürük ki, Seyid Hüseynin atası günün 14 saatını xalı karxanasına fəhləlik eləyirmiş. Biz bu xalı karxanası söhbətini həmçinin oxumuşuq Qızıl Gönçələr əsərində. Amma atası bu əzaba, bu zillətə dözə bilmir, vəfat eləyir. Muradalı ah çəkir. Xaloğlu. Elə bu vaxt mahnı işləyilir. Deməli, biz əsərdə bir çox şifahi xalq ədəbiyyat nümunələrini, yaxud yazı ədəbiyyat nümunələrini görürük. Onlardan biri də məhz mahnıdır. Araz axar lil ilə, dəstə-dəstə gül ilə. Mən yarımı sevirəm, şirin-şirin dil ilə. Muradalı. Daşdəmirdir, yaman şən oğlandı. Daşdəmir gəlir. Salam Muradalı, salam Seyid. Muradalı əmoğlu, Banu bəyəm buyurdu ki, qala rəisinin yavəri zabit Mixailov onun sevimli atı meymunu minib bir neçə saat gəzmək istəyir.
Deyir, əgər zabit gələrsə meymunu yəhərləyib versin onun sərəncamına. Deməli, biz burada atın adını öyrənirik ki, meymundur və məhz Mixailov atı minib bir neçə saat gəzmək istəyir. Onun xidmətlərini Natəvan bəyəndiyi üçün əvvəlcədən göstəriş verib ki, məhz atı hazırlasınlar. Muradalı, nə olar? Mixailov yaxşı oğlandır. Daşdəmir. Sonra sizə qəribə bir xəbər də gətirmişəm. Deməli, Daşdəmirin dilindən biz nə müşahidə edirik? İran şahının qardaşı sizin Təbriz mahalının keçmiş hakimi Butaya qaçıb. Deməli, İran şahının qardaşının Təbriz mahalının hakiminin Butaya qaçdığını bizə kim deyir? Daşdəmir. Rus padşahından sığınacaq istəyib. Padşah da onun Şuşa qalasında sakin olmasına izin verib. Dünən 32 arvadı ilə Tirmə Yəhərli Həmədan eşəklərində şəhərimizə varid oldu. Özü də arvad kimi qırmızı qanavuzdan tuman geyinib, əlləri də xınalı, gülür. Gör sizin kimi oğlanlara kim zülm eləyirmiş. Biriniz onun başına bir güllə çaxmayıbsınız. Deməli, biz müşahidə edirik ki, İran şahının qardaşı Şimal Azərbaycana keçib, Rus padşahına sığınacaq istəyib, o da Şuşa qalasında sakin olması üçün izin verib. Və bu Daşdəmirin xoşuna gəlmədiyi üçün bunu qınayır və bildirir ki, siz görün kimin zülmünə dözürsünüz. Bu vaxta qədər siz artıq gəlir onu öldürəydiniz. Seyid Hüseyin, bizim taleyimizə baxın. Cənubi Azərbaycanlıların cəlladı Şimali Azərbaycanda sığınacaq tapır. Deməli, Murad Əli, Seyid Hüseyin və Şahzadə Şimali Azərbaycanda sığınacaq tapanlardandır. Daşdəmir, özü də 32 arvadı ilə sizin canınız üçün Tirmə Palanlı Həmədan eşəkləri gəlib qabağınızdan keçəndə Şahzadənin arvadlarından biri rübəndini qaldırıb mənə gülümsədi. Mən də irişib ona göz vurdum, amma necə gözəl idi. Muradalı. Deməli, o acılaq bizi o qədər bir qeyrət hesab edir ki, gəlib burada gözümüzün qabağında yaşamaq istəyir, quduz it kimi öldürəcəm onu. Daşdəmir əlini xəncərinin qəbzəsinə qoyaraq. Mən də sənə yoldaş. Nə vaxt? Seyid Hüseyin. Yox, qardaşlar, tək onu öldürməkdən nə çıxar? Siz bütün xalqı qırğına verərsiniz. Onsuz da Cənubi Azərbaycanlara divan tutmaq üçün İran şahına bir bəhanə lazımdır. Muradalı, bəs neyləyək? Başımıza arvad ləçəyə bağlayıb tamaşa edək. Deməli, başımıza arvad ləçəyə bağlayıb tamaşa edək fikri kimin dilindəndir Muradalının? Müsbət Fəxrəddin əsərində də əgər oğlumun qisasını almasam, başımdakı papaq övrət ləçəyə olsun deyən də Rüstəm bəydir. Daşdəmir. O da 32 gözələ kef çəksin. Seyid Hüseyin, şahzadələri yetişdirən mütləqiyyəti tarmar etmək lazımdır. Bunun üçün də gərək bütün xalq ayağa qalxsın. Muradalı. Yox, xaloğlu, səninki oldu dəryada balıq sövdası. Biz oturaq gözləyə baqqal əbiş, üçbadan bir qoz. Fətiş nə vaxt ayılacaq? Seyid Hüseyin. Xalq yalnız baqqallardan ibarət deyil. Dünyanın yükünü çiyinlərində daşıyan zəhmətkeş insanlar var. Daşdəmir. Tumanlı qırmızı saqqal yəqin harda gözəl görüb çəkib hərəmxanasında. Muradalı, Daşdəmirə. Sənin də canın qalıb o əcrafın arvadlarının yanında. Daşdəmir. Mən görəni sən də görəydin. Rəqqasə qız təxmini ilə kör kamançaçı bağçanın yanından keçirlər. Muradalı həyəcanla. Daşdəmir, sənə dediyim mütrib qız bax budur. Qalada təzə peyda olub. Ey gözəl qız, keçin bura. Qız Muradalıya baxıb gülümsəyir və kör kamançaçının əlindən tutaraq bağçaya gətirir. Sonra kör kamançaçı Eyzən Muradalıya baxa-baxa oxuyub oynayır. Təxminən. Sənin boyun sərv kimi ucadır. Sənin gözün şəvə kimi qaradır. Muradalı əlini qızının çənəsinə çəkmək istəyir. Lakin rəqqasə işveli gülümsəyib
üzünü qaçırır Təxminə. Mən çöllərdə bir ceyranam, heç bir kəsə ram olmaram. Ürəyim havalandadır, canım da savalandadır. Deməli, biz Cənubi Azərbaycandan Şimali Azərbaycana keçən başqa bir nümayəndələri də əsərdə görürük. Bu vaxta qədər müşahidə elədik Muradalı, Seyid Hüseyn, Şahzadə, hal-hazırda da Kör kamançaşı və Təxminə. Qız oynaya-oynaya qavalı oğlanların qabağına tutur, onlar da pul atırlar. Seyid Hüseyn, ay qız, sən Savalan dağı haqqında mahnı oxumaqda yoxsa otaylısan? Təxminə, bəli, ağa, İrandanıq. Muradalı, qıza yaxınlaşaraq pıçıltı ilə, aşiq olmuşam sənə, ay qız, gəl bu gecə görüşək. Təxminə gülümsəyərək oxuyur. Baxışların qılıncdan da itidir, gülüşlərin ürəyimi titrədir. Aşiq olan sevdiyinə kəm baxmaz, düz ilqarı, düz peymanı gərəkdir. Daşdəmir. Dostum Muradalı, bu keçməli can deyil, afərin sənə. Bu zaman yol verin, Şahzadə həzrətlərinə yol verin deyə səslər eşidilir və bunun ardınca kəcavədə əyləşmiş Şahzadə Məlikidövlənin müşayiəti ilə gəlib keçərkən qızı görüb kəcavəni dayandırır və bir qədər tamaşadan sonra Məlikidövləni işarə ilə çağırıb qulağına nəyisə deyir. Sonra Məlikidövlə də işarə ilə qızı çağırıb qulağına nəyisə deyir. Qız gülümsəyərək razılıq mənasına başını tərpədir. Kəcavə yoluna davam edir. Muradalı, ay qız, o tumanlı meymunun adamı sənə nə deyirdi? Təxminən. Şahzadəni əyləndirmək üçün bizi onun sarayına dəvət edirdi. Deməli, biz burada nəyi müşahidə edirik? Səsi qız poemasında saraya, xalqın sarayın yaltaqları təqdim eləyir. Burada isə Təxminəni saraya Şahzadə özü görüb Məlikidövlənin əli ilə saraya dəvət eləyir. Muradalı, getsən öldürərəm, Təxminə çalıb oxuyur. Mən çöllərdə bir ceyranam, heç bir kəsə ram olmaram. Və birdən qız ağzını Muradalının qulağına yaxınlaşdırıb nəsə deyir. Muradalı bərk şadlanaraq, oldu. İşıq sönür, gecə, eyni bağça, Təxminə və Muradalı. Təxminə, yalvarıram oğlum, mənə toxunma. Muradalı, nə üçün? Təxminə, çünki istəyirəm səni. Muradalı, səfeh-səfeh danışma. Bir sən qızsan, bir də mən. Qızı yenə qucaqlayır. Təxminə onun əlindən çıxıb kənara sıçrayır. Təxminə, and içirəm ki, elədir. Əgər o fikrə düşsən, bir də məni görməzsən. Muradalı, İstəyirsən şəriətin qanunu ilə səni burada qaldığımız müddətdə siğə eləyəm özümə. Təxminə həyəcanla. Mən siğəyə nifrət edirəm. Muradalı, onda gəl alım səni, ol mənim arvadım. Aldatmıram, düz sözümdür. Təxminə yox mənasında başını bulayır. Muradalı hövsələdən çıxaraq. Bəs sən deyirsən məni istəyirsən axı, Təxminə, çox istəyirəm. Ancaq sabah biri gün başıma nələr gələcəyini bilmirəm. Yəni burada Təxminənin planlı şəkildə Cənubi Azərbaycana keçdiyini görürük. Burada onun bir niyyət olduğunu hiss edirik. Muradalı, başına nə gələcək? Yenə də göbəyini əsrə-əsrə oynayıb pul yığacaqsan dayına. Təxminə, mütəəssir halda. Nə üçün ürəyimə toxunursan oğlan? Sən elə bilirsən rəqqasənin pul yığmaqdan başqa ayrı dərdi ola bilməz. Muradalı, yaxşı, əgər ürəyinə toxundumsa bağışla. Mən namərd deyiləm. And içirəm namusuma ki, sənin sirrini xəncərlə də mənim ürəyimdən çıxara bilməzlər. De görüm sənin dərdin nədir? Axı mən də sənin kimi otaylıyam. Bizim də orada evimiz, bağ-bağçamız var idi. Təxminə, birdən canlanaraq. Bəs niyə qoyub gəlmirsən? Muradalı, bugün səni sarayına dəvət eləyən o əclaf şahzadə kimlərinin zülmündən qaçmışıq. Təxminə qəsdən. Nə üçün Əlahəzrət şahzadəni belə yamanlayırsan oğlan? Muradalı acıqlanır. Sarsaq-sarsaq danışma, o Əlahəzrət deyil, quduz canavardır. Dərisi 2 qəpiyə dəyalın yüzlərlə igid qanı töküb. Yenə də deyirəm, əgər puldan ötürü onun sarayına getsən, öldürərəm səni. Təxminə, mənə pul lazım deyil. Muradalı təəccüblə. Bəs nə lazımdır, Təxminə? Sənin sədaqətin, igidliyin. Muradalı, nə üçün? Təxminə qəmli təbəssümlə, çünki sevirəm səni. Muradalı, yox, sənin nə isə bir sirrin var. Bəs nə vaxt ürəyini mənə açacaqsan? Təxminə məhəbbətlə gülümsəyir. Nə vaxt məni doğrudan da istədiyinə inansam.
Muradəli, inan mənə, təxminə, bir könüldən min könülə aşiqəm sənə. Əgər səni bu qədər istəməsəydim, namərd oğlan olsaydım, indi xəncəri dirəyərdim böyrünə, istədiyimi eləyərdim. Sən getdikcə mənim daha çox xoşuma gəlirsən. Təxminə ona sarılaraq, ax igid oğlan, mən sənin səsində qeyrət, cəsarət hiss edirəm. Mən sənin sadiq kənizin olaram. Gecə-gündüz başına dolanaram. Muradalı həyəcanla. Mən də sən nə desən ona hazıram. Sən nəcib qıza oxşayırsan. Təxminə ona qısılaraq. Ürəyim, canım oğlan, sən nə yaxşı söz dedin mənə. Keçirik 4-cü şəklə. Xurşidbanının malikanəsi. Xurşidbanu yazı stolunun qabağında dəftərçədən öz şeirini oxuyur. Əgərçə xoşdur mənə ətri, həm səfası gülün. Cəfası çoxdur nə hasil ki, yox vəfası gülün. Cəfayı xarı görüb köçdü bağıdan bülbül, görən kim olub bu gülşəndə aşinası gülün. Xəzanə meyl ilə də almadı vəfa nəzərə. Yetişdi bülbülə çox-çox qəmü cəfası gülün. Yazılsa nöqtə bə nöqtə deyilsə hərif bə hərif, qurtarmaz həşrə qədər hal macərası gülün. Cahanda zərrə qədər olmaz ey könül xəndan ki, xuni bülbül əgər olmasaydı qəzası gülün. Tutardı xuni cigərdən olaydı gərsirab, günəş tək hər tərəfi natəvan ziyası gülün. Deməli, biz əvvəlki hissədə Bəyimin Xurşidbanu Natəvanın qərənfil şeirinin oxuduğunun şahidi oluruq. Burada isə Xurşidbanu öz dilindən öz şeirini oxuyur. Knyaz Xasay pərt halda gəlir. Xurşidbanu şadlıqla. Xasay, sən gələnəcən mən də təzə bir şeir yazdım. İstəyirsən oxuyum. Knyaz Xasay. Üzr istəyirəm Banu bəyim. Sizin şair həmkarlarınız məni şeirlə kifayət qədər doydurmuşlar. Xurşidbanu. Nə olub Xasay? Knyaz Xasay. İndiyə qədər sizə deyib qanınızı qaraltmaq istəmirdim. Onlar mənə nalayiq həcivlər yazırlar. Hətta biri məni qab qalaylayan ləzgi adlandırmışdır. İsterik bir gülüşlə. Axı bizim ləzgilərdən yaxşı qalayçı olur. Cibindən bir konvert çıxardıb Xurşidbanuya verir. Xurşidbanu konverti açıb həcvi oxuyur. Əsəbi hərəkətlə cırıb tulayır. Həcv bilirik ki, satirik şeir formasıdır və tənqidi xarakter daşıyır. Və Knyaz Xasayın dediyindən bunu müşahidə edirik ki, Qarabağın əyanları məhz Knyaz Xasaya həcivləri yazırlar və bu da onu möhkəm hirsləndirir. Natəvan da buna hirslənir. Xurşidbanu, bu nədir? Knyaz Xasay, siz bikef olmayan Banu bəyim, qoy nə deyirlər deysinlər. Onsuz da bilirəm ki, sizin kübarların lap ilk gündən məni görməyə gözü yoxdur. Biz bunu ta əsərin əvvəlində Knyaz Xasay ilə Canişinin nitqində də müşahidə elədik. Xurşidbanu sarsılmış halda. Mən bilirəm ki, o həcivləri yazanlar bizim həqiqi şairlərimiz deyirlər. Məgər mənim haqqımda da uydurduqları bəs deyilmiş, indi də sənin üstünə düşüblər. Güya mən sənin qadının ola, şeir çəkdirdiyimiz bulağın mühəndisi Əbdürrəhim Talıbzadəyə eşq yetirmişəm. Bulaq çəkilən yerləri səyahət elədiyim zaman gecə meşədə onunla bir çadırda qalmışam. Deməli, Natəvan özü haqqında deyilən fikirlərdən əmindir, eşidib, bilir bunu. Knyaz Xasay bu haqda Natəvandan soruşmazdı, amma o da xəbərdardır və öz xanımına inandığı üçün, onun qanını qaraltmamaq üçün təzədən soruşur. Əsərin birinci şəklində də biz bunu müşahidə elədik ki, Natəvan Knyaz Xasaya bildirdi ki, mənim haqqımda zəhərli sözlər də işlədilər. Yəni bu Qarabağın kübarları tərəfindən ta əvvəldən deyilən ifadələr idi. İndi də Knyaz Xasay ilə Natəvan evli olsa da, yenə də məhz kübarlar boş dayanmır. Onun haqqında xəbərlər uydururlar və güya Əbdürrəhim Talıbzadə ilə Knyaz Xasaya xəyanət etdiyini düşünürlər. Knyaz Xasay, bilirsiniz ki, mən o barədə sizdən heç nə soruşmadım. Xurşidbanu, mən o cür alçaq böhtanlar haqqında təşvişə düşməyi belə mənliyimə sığışdırmadığım üçün heç özümü təmizə çıxarmağa da çalışmadım. Axı doğrudan da mən o gecə mühəndis Talıbzadənin işlədiyi meşədə qalmışdım. Knyaz Xasay həyəcanla. Peterburqun
Parisin salonları üzümüzə açıq olduğu halda, axı biz nə üçün bu uzaq qalanı kəsdirib oturmuşuq? Nə işimiz var bizim bu qara güruhun içində? Siz nə qədər zəhmət, xərc çəkib bu dağın başına şirin su çəkdirirsiniz. Onlar sizi elə mükafatlandırırlar. Knyaz Xasay hələ də burada öz fikrindədir. Əvvəldə bildirmişdi ki, bu qara camaatdan sənə bir xeyir gəlməyəcək. Yəni sən Natəvan onlara qarşı neynəsən də onlar sən haqqında pis sözlər danışırlar və sənin qədrini bilmirlər. Sən Şuşa xərc çəkib Şuşa qalasına şirin su çəkdirsən də yenə onlar səni belə mükafatlandırırlar ki, haqqında danışırlar. Və biz müşahidə edirik ki, Knyaz Xasay dəfələrlə Natəvana təklif edib ki, Peterburqun, Parisin salonları üzümüzə açıqdır. Yəni gedib biz orada da yaşaya bilərik. Biz bunu Müsbət Fəxrəddin əsərində Fəxrəddin dilindən dəyişdirik ki, kaş ki səadəti götürüb Almaniyada yaşayırdım. Bu qara güruhdan, bu cəhalətdən xilas olardım. Həmin ifadəni biz məhz Knyaz Xasayın dilindən də eşidirik. Xurşud Banu əsəbi. Mən bulağı onlar üçün çəkdirmirəm. Mən o bulağı qışın çovğununda 7-8 kilometr piyada yol gedib, meşədən şirin su gətirən zəhmətkeş əhali üçün çəkdirirəm. Daşdəmir gəlir. Cənab şairlər sizin hüzurunuzda müntəzirdirlər Banu bəyim. Xurşud Banu, bir gümrahlıqla elə xəbislərə tutarlı sillə bizim təmkinimizdir Xasay. Bugün məclisi ünsün məşğələsi var. Bəlkə sən də iştirak eləyəsən. Orada maraqlı söhbətlər olur. Təzə şeirlər oxunur. Knyaz Xasay soyuq. Yox Banu bəyim. Mən gəzib yorulmuşam. O bir otağa keçir. Xurşud Banu fikirli-fikirli onun ardınca baxır. Xurşud Banu Daşdəmirə de buyursunlar. Daşdəmir çıxır. Nəvvab, Mamayı, Zahir bəy, Tervahan, Seyid Hüseyn və Mirzə Ruhullah daxil olur. Deməli, məclisə kim daxil oldu? Nəvvab, Mamayı, Zahir bəy, Tervahan, Seyid Hüseyn, Mirzə Ruhullah daxil olur. İşıq sönüb yanır və bu zaman şair Mamayının öz şeirini oxuduğuna görə, yəni biz öncə Mamayının şeirini oxuduğunu müşahidə edirik. Bir bikəs zarəm vətənimdə vətənim yox. Bir bülbül, bir bal pərəm, bir çəmənim yox. Bir yanda vətən təhlükəsi canımı almış, bir fəhm edənim, ağlayanım, dərk edənim yox. Zahir bəy, abidar mənzumədir. Siz bir kəlama baxın. Bir bikəs zarəm vətənimdə vətənim yox. Gözəl deyib şair. Nəva. Şairin nidasında həddindən ziyadə ümidsizlik var. Bu əhval-ruhiyyə bizim xalqımıza xas deyil. Deməli, Nəva şairin şeirində öncə o fikir bildirir ki, ümidsizlik var. Sonra Seyid Hüseyn deyir ki, Banu bəyim, icazənizlə möhtərəm şairə bir sual vermək olar. Yəni, sual düşsə ki, Mamay şeirini oxuyandan sonra Seyid Hüseyn ona fikir bildirir. Deyir ki, sizin şeirinizdə ümidsizlik və bu səhv olur. Çünki bu Nəvabın fikridir. Seyid Hüseyn öncə Natəvandan icazə alır, sonra fikrini bildirir. Xurşud Banu. Əlbəttə, ağalar, Seyid Hüseyn cənabları sənət və ədəbiyyat aləmindən baxəbər nədir? Xəbərdar. Bixəbər, xəbərsizdir. Baxəbər, xəbərdar olan. Açıq fikirli bir ziyalıdır. Mən istəyirəm ki, bizim ədəbi məclislərimizdə o da iştirak eləsin. Zahir bəy, da, Seyid Hüseyn. Cənab Mamayı, siz bu şeirinizlə nə demək istəmişsiniz? Mamayı. Məgər aydın olmur ki, mən millətimizin dərdini tərənnüm edirəm. Arazın o tayında İran şahlarının bizim qardaşlarımıza nə divan tutduqları gərək ki, sizə daha yaxşı məlumdur, cənab Seyid Hüseyn. Seyid Hüseyn, məlumdur, yaxşı məlumdur. Fəqət millətə vuruş lazımdır, ağalar, inilti yox. Zahir bəy, bizim əfkar-ı amalımız məhəbbət və şəfqət olmalıdır. Binaənil, cənab Seyid Hüseyn, bilmək istərdik ki, siz nə cür vuruş nəzərdə tutursunuz? Seyid Hüseyn, mən xalqa həqiqi azadlığa, birliyə qovuşduracaq mübarizədən danışıram, cənab Zahir bəy. Zahir bəy, həqiqi azadlıq bir qədər mücərrəd məfhumdur. Bəlkə lütfən fikrinizi izah eləyəsiniz. Əslində, burada Zahir bəy Seyid Hüseyn danışdırır. Əsərin irəliyən nöqtələrində biz Zahir bəyin xain olduğunu görəcəyik. Burada
bir növ Seyid Hüseynin dilindən söz almaq istəyir. Nəvab zarafat yana. Amma Nəvab onun iç yüzünü bilir də şübhələnib onun. Cənab Zahir bəy, siz neçə ildir qubernatora dilmançılıq eləyirsiniz? Qubernatora dilmanç olmaq kimi vəzifəni kim təklif eləmişdi? Cəfər Cabbarlının Oktayılova əsərində məhz Səməd bəy gəlib Oktayılovuna təklif eləmişdi ki, 70 dolmuq verəcəksinə məhz qubernatora dilmanç olarsan. Burada da biz Zahir bəyin qubernatora dilmançılıq etdiyini görürük. Doğrudanmı həqiqi azadlığın nə demək olduğunu anlamırsınız? Zahir bəy, bu olmadı cənab Nəvvab. Anlamırsınız. Bir qədər qeyri-məqbul kəlamdır. Bilirsiniz ki, mən izzət nəfsimi sevən adamam. Nəvvab, zarafatını istehsa ilə, əlbəttə, bağışlayın bəy. Seyid Hüseyin, cənab Zahir bəy, həqiqi azadlıq odur ki, insanlar yaltaq, rəzil, casus olmağa məcbur edilməsin. Yəni, Seyid Hüseyinə görə həqiqi azadlığın meyarları necədir? İnsanlar yaltaq, rəzil, casus olmasın. Hamı sizin buyurduğunuz kimi izzət nəfsinin sahibi olsun. Yəni, nəfsinə yenilməsin. Cənab Mamayi şeirində bizim öz vətənimizdə vətənsiz olduğumuzu ürək yanğısı ilə yazır. Fəqət nə eləmək lazım olduğunu göstərmir. Yəni, Seyid Hüseyin burada bildirir ki, Mamayi problemi deyir, amma problemin həll yolunu göstərmir. Zahir bəy, buyurun, sizcə nə eləmək lazımdır? Nə var? Eyni zarafatyanı ifadə elə. Və yenə deyəcəm, xətrinizə dəyəcək. Məgər siz bilmirsiniz ki, nə eləmək lazımdır? Nə üçün məhz o sözü boğulandan eşitmək istəyirsiniz? Zahir bəy, yox, bu olmadı. Seyid Hüseyin, cənab Zahir bəy, ilanı bir dəfəlik məhv etmək üçün dərhal başına əzmək lazımdır. Biz bu ilanı bir dəfəlik başına əzmək söhbətini, həmçinin ən bariz nümunəsini deməli görürük. Səməd Vurğunun Vaqifin əsərində də görürük. Sonra Əhməd Cavanın Səsli qızında da görürük. Nisbətən bənzətməni Xaqani Şirvaninin Gəcəli Nəsihət əsərində də görürük və s. İndi aydındırmı? İndicə siz də bir gözələ həsr etdiyiniz qəzəlinizi oxudunuz. Axı, siz qul halına salınmış gözəlin nəyini vəsf edirdiniz? Deməli, burada düşsə ki, Mamayi gözələ həsr olmuş qəzəl oxur, bu söhbət yanlışdır. Çünki gözələ həsr olunan qəzəli oxuyan Zahir bəydir ki, Seyid Hüseyin ona müraciət edir ki, siz qul halına salmış gözəlin nəyini vəsf edirsiniz? Şahın ərbabları Azərbaycan qızlarının namusunu ayaqlar altında salıb tapdalayırlar. Ağalar, siz əvvəl o gözəli azad eləyin, sonra hüsnə şiir yazın. Yəni, Seyid Hüseyin problemin həllini göstərir. Ağalar, siz əvvəl o gözəli azad eləyin, sonra hüsnə şiir yazın. Əl çəkin bu fars ərəb sözləri ilə dolu qəzəlçilikdən, mətiyyəçilikdən ağalar. Qəzəl məthiyə öz dövrünü çoxdan bitirmişdir ağalar. İrəliyə baxın. Nə bax, doğrudur. Zahir bəy coşur. Deməli, biz gərək Nizamidən, Füzulidən, Nəsimidən sərf nəzər eləyək, Xurşidbanu. O parlaq ulduzların əsərlərindəki fars ərəb təbirləri əsrlərlə bizim torpağımızı at tapdağı eləyən yadili qəsbkarların təsiri idi ki, indi bizim özümüz də o bədnam təsirdən qurtara bilmirik. Yəni, Xurşidbanu Zahir bəyə göstərir ki, biz ona görə Nizami, Füzuli, Nəsiminin dilində ərəb fars izafətlərinə bu qədər geniş şəkildə rast gəlirik ki, o dövrdə fars ərəblər bizim torpağımızı işğal ediblər, qəsbkar olublar bizim torpaqlarımız üçün və biz həmin o ifadə bizim dilimizə hopub da. Yəni biz bu ifadələrdən, bu təsirdən hələ də xanlıqlar dövründəyik, qurtula bilmirik. Zahir bəy coşur. Ağalar, ərəb fars dilləri milləti İslamın iftixarı olduğu üçün onların təsiri bizim kəlamımızı müzəyyən edir. Milləti İslamın fütuhatı bizi ərəb fars münəvvərlərinə yaxınlaşdırmışdır. Səməd Vurğunun Vaqif əsərində biz Ağaməhəmməd Şah Qacarın fikrinə görə ən gözəl poeziyanın farslara məxsus olduğunu bilirik. Yəni poeziyanın dilinin məhz
fars olduğunu görürük. Burada da eyni fikirdir təxminən. Nəvvab, Zahir bəy bağışlayın. Mən deyəndə ki, siz öz millətimizi tanımırsınız, rəncidə olursunuz, yəni inciyirsiniz. İslam millət deyil, dindir. Bunu biz eşidirik Nəvvabın dilindən. Tirvahan. Rus şairi Lermontov Azərbaycan dilinə valeh olub. Onu şərqin fransız dili adlandırıb. Deməli, biz Azərbaycan dilinə Lermontovun valeh olduğunu, Azərbaycan dilini şərqin fransız dili adlandırdığını məhz kimin dilindən öyrənirik? Məhz Tirvahanın dilindən öyrənirik. Xoşbanı. Fransızların məşhur ədibi Aleksandr Dumas bizə qonaq gələndə Azərbaycan dilinin musiqisinə heyran olduğunu söyləyirdi. Fəqət hamıdan qabaq biz özümüz öz dilimizin qədir-qiymətini bilməliyik ağalar. Deməli biz Aleksandr Dumas'ın da Azərbaycan dilinə heyran olduğunu məhz kimin dilindən eşitdik? Xoşbanın Atavanın. Tirvahan. Vaqifin təmiz Azərbaycan dilində yazdığı şeirləri oxuyanda insana ruhu təzələnir. Elə bil qayalardan qaynayıb çıxan bulaqların səsini eşidirsən. Çünki bu vaxta qədər, yəni erkən yeni dövr Azərbaycan ədəbiyyatına qədər ərəb fars izafətləri ədəbiyyatda daha çox idi, daha çox yayılmışdı. Tirvahanın nitqində də biz müşahidə edirik ki, artıq Vaqif realizm Azərbaycan ədəbiyyatına əsasını qoyduğuna görə Vaqifin dili artıq daha real, milli, sadə bir dildir. Deyir ki, onun şeirlərini oxuyanda insan ruhu təzələnir. Deməli, Vaqif haqqında, sonra Lermontov haqqında fikir söyləyən məhz kimdir? Tirvahan. Nəvvab, Zarafatyana. Bəh, əcəb deyirsən Vahan. Seyid Hüseyn. Öz dilinə, öz milli varlığına sahib sənətkar bütün millətlər üçün əzizdir. Tirvahan. Erməni ədibi Mirzə Yusif Nersesov Vaqifin şeirlərini toplayıb Tiflisdə kitab halında nəşr etmişdir. Yəni erməni ədibinin Vaqifin şeirlərini toplayıb Tiflisdə kitab kimi çap etdirdiyini yenə biz kimin dilindən eşitdik? Tirvahan. Yəni Tirvahanın dilindən biz kimlərin adını eşitdik? Biz Lermontovun Vaqifin şeirlərinin dilinin asan olduğunu və Vaqifin şeirlərinin kitab halında nəşr olunduğunu bir erməni ədib tərəfindən məhz Tirvahanın dilindən eşitdik. Xoşbanı. Dil bizim milli varlığımızdır. Burada əsərin ideyalarından birini müşahidə edəcəyik. Dil bizim milli varlığımızdır, ağalar. Nə qədər ki Azərbaycan xalqı yaşayır, Azərbaycan dili də yaşayacaq. Mən Azərbaycan balalarının Homeri, Dantini, Şekspiri, Höteni, Puşkini öz doğma gözəl ana dillərində oxuyacaqları günü görürəm. İşıq sönür. Keçirik 5-ci şəklə. Xurşidbanının malikanəsi hələ səhnə qaranlıq ikən Xurşidbanının şəninə şən alqışlar eşidilir. Sağ olsun Banu bəyim, şairə uzun ömür. Xurşidbanu, Mirzə Ruhullah, Nəvvab, Seysi, Mamayı, Tirvahan və bir neçə başqa əyanın müşayiəti ilə səhnəyə daxil olur. Nəvvab. Banu bəyim, gör meşələrin sərt qayaların arasından çəkdirib bu uca qalaya çıxartdığınız o bulaq gələcək nəsilləri sizdən unudulmaz yadigardır. Səslər, təbrik edirik. Xoşbanı. Sağ olun ağalar, lakin mən əminəm ki, gələcək nəsillər elə kiçik bulaqlarla kifayətlənməyəcək. Nəvvab. Varını verən utanmaz, Banu bəyim. Siz əlinizdən gələni əsirgəmirsiniz. Mamayı. O kiçik bulaq gecə-gündüz sizin şəninizə nəğmələr oxuyacaq. Səslər, sağ olsun Xurşidbanı, ömrü uzun olsun şairənin. Xurşidbanı, Mirzə Ruhullaha. Mirzə, tapşırın xəbər versinlər ki, bulağın açılışı münasibəti ilə sabah bütün şəhər əhli mənim qonağımdır. Bu axşam isə siyahı üzrə bütün kasıblara şirniyyat, düyü, yağ paylansın. Bu abituriyentlər üçün tam önəmli olmasa da, amma MİQ və gördüyümüz sertifikasiya imtahanına görə başa düşürük ki, ən xırda, əsərdə gərəksiz şeylər belə düşdüyünə görə bunu biraz məhkçilər əzbərləsə də yaxşı olar ki, məhz Xurşidbanu Atavan nə istəyir? İstəyir ki, bulağın açılışı münasibəti ilə şəhər əhlinə qonaq eləsin və onlara da və kasıblara da həmin gün nə paylansın? Şirniyyat, düyü, yağ. Nə var? Sağ olun Banu bəyim. Sizi bir daha təbrik edirik.
Gedək ağalar, şairəyə dincəlmək lazımdır. Səhərdən ayaq üstündədir. Hamı çıxır. Şairənin üzü fikirli, tutqun bir ifadə alır və o zəngi səsləndirir. Bəyim daxil olur. Xurşud bana. Knyaz hələ gəzməkdən qayıtmayıb. Bəyim, xeyr. Xurşud bana. Dərindən nəfəs alaraq özü ilə danışırmış kimi. Knyaz darıxır. Bəyim. Oy banu bəyim, knyaz sizə o qədər istəyir. Nə üçün darıxsın? Burada biraz bəyim Natavanı təsəlli edir sanki. Xurşbana. Görünür, darıxmamaq üçün təkcə istəmək azdır bəyim. Mənim həmyerlərim onun yanında məni eyzən xar eləyirlər. Heç bir əyan onunla kəlmə kəsib danışmır. Hansı onu görürsə üzünü yana çevirir. Bəyim, qoyu çevirsinlər. Məgər sizin sevginiz onun üçün kifayət deyilmi? Xurşbana. Axı biz knyaza yiyəsiz adada deyilik. Biz cəmiyyət içində yaşayırıq. Mən xəcalət çəkirəm. Bəyim. Bir söz desəm mənə acığınız tutmaz ki? Xurşvanı. Yox. Sənə demişəm ki, ürəyinin sözünü həmişə aç de. Bəyim. Cənab knyazın, bayaq dediyimiz söhbət. Cənab knyazın özü də adamlarla qaynayıb qarışmır. Biz bunu kimin dilindən eşitdik? Bəyimin. Yəni bəyim etiraf edir ki, knyazın özü də adamlarla qaynayıb qarışmır. Xurşbanı. Knyaz qəribədir. Məndən ötəri elini, vətənini atıb gəlib. Bəyim. Cənab knyaz da o biri ağalar kimi çörəklərini halal zəhmətlə qazanan adamlara yuxarıdan aşağı baxır. Amma sizin kasıb adamlara rəftarınız məni fərəhləndirir banu bəyim. Biz bunu Knyaz Xasayin dilindən də eşitdik ki, bildirir ki, qara cəmaata çox da üz vermə. Bunu bəyim hiss eləmişdi. Bu səbəbdən ona deyir ki, o bizə yuxarıdan aşağı baxır. Xurşbana əsəbi halda. Əgər ağalar çörəklərini halal zəhmətlə qazanan adi insanlara həqarətlə baxırlarsa, qoy onlar da həmin ağaları adam yerinə qoymasınlar. Bəyim, bu mümkün deyil banu bəyim. Xurşbana, nə üçün? Bəyim, çünki onda balalara ac qalar. Yurdları viran qoyurlar. Qısa pauza. Xurşbana dərindən nəfəs alaraq. Görünür elədir. Sən həqiqəti məndən aydın dərk edirsən bəyim. Bəyim, elə deməyəm banu bəyim. Sizin qarşınızda mən kiməm ki? Xurşbana əsəbi halda. Sən insan. Allah peyğəmbər hara deyib ki, ağa rəiyyətdən əşrəfdir? Heç vaxt demə. Heç vaxt demə mən kiməm. Xurşbanı. Heç vaxt demə mən kiməm. Tervahan. Burada səhv 2 dəfə təkrar olunub üzrsən. Heç vaxt demə ki mən kiməm. Bayırda at ayaqlarının tapıltısı eşidilir, knyaz gəldi. Get aşpaza deyil stolu düzəltsin. Bəyim tələsik gedir, knyaz Xasay daxil olur. Xurşbana. Ax knyaz, nə üçün sən bugün bizim şənliyimizdə iştirak eləyib, çıxıb getmisən? Bircə görsəydin ki, bulağın açılışına qala əhli necə sevinir. Elə bil ki, bayram idi. Knyaz Xasay gizli dalğanlıqla. Bir özünüz düşünün banu bəyim. Arvad o cür işlər görür, cama dəl çalıb onu alqışlayır. Ərisi kənarda dayanıb gözünü döyür. Yəni, biz burada Knyaz Xasayın biraz Xurşbanıdan geri qaldığını, yəni bir addım geri qaldığını sanki özünə sıxışdırmır. Bildirir ki, biz nə qədər bir-birimizə sevsək də, amma sənin bir qadın kimi gördüyün işlərə görə mən kölgədə qalıram. Xurşudbanı alınaraq. Mən hər bir yaxşı işimdə səni öz yanında hiss edirəm, knyaz. Elə bil ki, biz bir adamıq, knyaz Xasay pərt halda gülümsəyir. Biz bir-birimizi nə qədər sevsək də, ərdir, arvad. Xurşbanının pərtliyini hiss edərək. Mən sizi başa düşürəm, banu bəyim. Sizin xalqınızı da qiymətləndirirəm. Lakin onu da etiraf edirəm ki, elə bil bu məni öz gözümdən salır. Mən öz-özümə avara sərgərdən bir adam kimi görünürəm. İnanın ki, bunun səbəbini soruşsanız izah eləyə bilmərəm. Ancaq elə bil ki, siz mənə məzəmmətlə baxıb soruşursunuz. Heç öz xalqından xəbərin varmı? Yəni burada biraz Knyaz Xasayın özünü qınadığını, peşman olduğunu, öz xalqının yanında durmadığı üçün
Xuşbanın yanı özünü kölgədə hiss elədiyini görürük. Xuşbanu son dərəcə pərişan. Mən deməyə söz tapmıram, Xəsər. Knyaz Xəsər Xuşbanu öpərək. Nə olursa olsun mən sizin məhəbbətinizdən başqa heç nə haqqında düşünmək istəmirəm. Əgər mən indiyə qədər öz xalqımın taleyinə biganə olmuşamsa, günahkar özüməm. Xuşbanın qoluna girərək o biri otağa keçirlər. Bəyim daxil olub fikirli-fikirli onların ardınca baxır. Daşdəmir qapıdan boylanır. Bəyim diksindim. Daşdəmir içəri girərək. Yenə nə fikrə gedibsən, bəyimcan? Bəyim, bu axır vaxtlar knyaz bir cür olub. Daşdəmir, necə yəni? Bəyim, gününü Eyzən dağlarda, meşələrdə keçirir. Daşdəmir, yəqin Dağıstan yadına düşüb. Bəyim, evdə olanda da ya kitab oxuyur, ya da artırmada bağçada var gəlidir. Daşdəmir, tay neyləsin? Xışın qulpundan yapışıb yer şumlamayacaq, at tumarlamayacaq. Knyazı dayna, bəs ağa nə cür olar? Bəyim, başa düş Daşdəmir, onun belə hərəkəti Banu bəyimə pis təsir eləyir. Daşdəmir, Banu bəyim səhərdən axşamacan işdə gücdə olur. Knyaz da qalır tək bilmir neyləsin. Bizim ağaların da onunla arası yoxdur ki, knyaz onlarla qumar oynasın, şərab içib keyf çəksin. Ağaların dərdi bizə qalmayıb ki, az sən özümüzdən danış. Bəyim, Daşdəmir, yenə az. Sarayda bütün qulluqçular mənə xanım deyir. Daşdəmir, yəni deyirsən mən də sənə xanım deyim? Bəyim, əlbəttə. Daşdəmir pıqqıldayır. Niyə gülürsən Daşdəmir? Daşdəmir, axı xanım bəylərin, xanların qızlarına deyirlər. Bəyim, mən xan qızının freylinasıyam. Gizli zarafatla. Banu bəyim deyir, səni elə oğlana verəcəyəm ki, lap bəy balası kimi olsun. Nə danışırsan bəyimcan, oxuyur. Bəs məni neyləyirsən? Sürməni neyləyirsən? Bəyim gizli zarafatla. Daşdəmir, mən bu cür xanım kimi geyinirəm, bu cür xanım kimi yaşama öyrənmişəm, bu cür sarayda oluram. Gedib sizin qaranlıq daxmanızı neyləyəcəyim? Daşdəmir, qaranlıq daxma nə daz? Dədəmin 3 mərtəbə bir imarəti var ki, baxan deyir bir də baxım. Dövlətdə də bəylər ona həsəd aparır. Kişidə qızıl xurcunla, almaz, brilyant, danışırsan da. Bəyim, bəs niyə gəlib sarayda xidmət edirsən Daşdəmir? Daşdəmir, mən gəlməmişəm. Xuşbanı bizim kəndə gəlib, kəndlərin yaşayışı ilə tanış olanda məni görüb xoşuna gəlmişəm. Atamdan xahiş eləyib ki, göndərsin məni öz sarayına. Bilirsən, qaydadır da, xan saraylarına gərək qəşəng oğlanlar olsun. Bəyim gülür. Bax, çək özünü Daşdəmir. Daşdəmir, nə var? Yoxsa məndən xoşun gəlmir? Bəyim, gəlir. Daşdəmir, o nə cür gəlir deməkdə az? Bəyim, səndən yaman xoşum gəlir Daşdəmir. Daşdəmir, nə olsun, məndən hamının xoşu gəlir. Bu sevgi oldu. Bəyim bəkdən güllərək. Ölürəm səndən ötürü Daşdəmir. Daşdəmir, ələ salırsan. Bəyim oğlanın əlindən tutaraq məhəbbətlə insafsız. Qapı astaca döyülür, Daşdəmir gedib qapını açır. Daşdəmir, oho, cənab Mixailov, buyurun, Mixailov daxil olur. Mixailov, salam. Daşdəmir, əleyküməssalam, xoş gəlmisiniz. Bu da mənim nişanlım bəyim xanımdır. Banu bəyimin freylinasıdır. Mixailov bəyimə təzim edir. Mixailov gülümsəyir. Gözəl qızdır, yaraşırsınız bir-birinizə. Daşdəmir bəyimə. Eşitdin ki, bəyim zabitdən utanır. Yaxşı. Daşdəmir, cənab zabit, deyirlər ki, siz də knyazsınız. Mixailov, elədir. Daşdəmir, amma heç oxşamırsınız. Mixailov gülümsəyir. Nə üçün? Daşdəmir, özünüzü çəkib dağın başına qoymursunuz. Mixailov, başa düşmürəm. Bəyim, demək istəyir ki, özünüz knyaz olduğunuz halda Muradalı kimi, Daşdəmir kimi sadə oğlanlarla dostluq edirsiniz. Mixailov gülümsəyir. Hə, Daşdəmirə. Çünki siz yaxşı oğlanlarsınız. Knyazdan heç təskik deyilsiniz. Daşdəmir coşğunluqla. Sağ olun valla. Deməli, biz burada Mixailovun sadə, təvəzzökar, təbiətli bir insan olduğunu görürük. Bunun üçün Xuşbanın Natəvan sarayı, oradakı işçilər belə ona çox böyük dəyər, xidmət verir. Biz bunu Daşdəmirin dilindən dəyişdirik, çünki onlar əyanları, ağaları başqa cür görürdülər. Amma
Mixailov sadədir, vəzifəsi olsa da, yenə də qulluqçularla, kiçik vəzifə adamları ilə çox mehribancasına davranır və onlara dəyər verir. Xurşbanu daxil olur. Xurşbanu. Xoş gördük cənab Mixailov. Mixailov ehtiramla təzim edir. Mixailov. Banu bəyim, mən sizin gözəl atlarınızı gördüm. Onların yerişi, duruşu, qaçışı insanı heyran edir. Xurşbanu. O atlar da bizə bu qalalar kimi babalardan yadigardır, cənab zabit. Mixailov. O atları minən Azərbaycan oğullarının öz vətənlərinin azadlığı uğruna necə igidliklə ilə vuruşduqları mənə məlumdur. Xurşbanu. Mən bilirəm ki, azadlıq həmişə böyük Rus xalqının da müqəddəs amalı olmuşdur, cənab zabit. Mixailov. Bu sözləri sizdən eşitdiyim üçün qarşınızda baş əyirəm Banu bəyim, təzim edir. Sizin öz xalqınız üçün necə fədakarlıqlar göstərdiyinizi bilirəm. İcazə verin, dərin hörmət əlaməti olaraq bizim bu dünyadan çox tez gedən şairimiz Lermontovun təzə nəşr olmuş kitabını sizə təqdim edim. Deməli biz Lermontovun dilimizə dəyər verdiyini Terbaxanın dilindən eşidirik. Buna fikir verin. Amma Lermontovun təzə nəşr olmuş kitabını Mixailov ona hədiyyə edir. Deməli, bir də təkrarlayırıq. Lermontovun kitabını hədiyyə edən kimdir? Mixailov. Kitabı Xurşbanuya verir. Xurşbanu. Lermontov bizim üçün əzizdir. Mixailov. O burada olmuşdur. Xurşbanu. Bilirəm. Lermontov dünyada ən böyük səadət olan azadlığı tərənnüm etmişdir. Mixailov. Nə etməli? Mütləqiyyət üsul idarəsinin yetişdirdiyi qəddar xudbəsən tüfeylilər Lermontovu çox tez məhv etdilər. Şair axırıncı sözünü demədən getdi. Xurşbanu dərindən nəfəs alaraq. Həqiqəti söyləyən şairlərin taleyi həmişə faciəli olmuşdur. Mixailov. Elədir. Siz özünüzü satqınlardan gözləyin Banu bəyim. Deməli biz burada artıq Mixailovun bir vəzifəsi var idi Rus hakimiyyətində və satqınların kim olduğunu bilirdi. Və mühatəbına əvvəldən xəbərdarlıq eləyir ki, içərisində satqınlar var, siz də bundan ehtiyat edin. Xurşbanu. Kimlərdir onlar, cənab zabit? Deməli, Xurşbanu satqınların kim olduğunu soruşur. Görək Mixailov cavab verirmi? Mixailov. Mən onların adlarını desəm, öz vəzifəmə xəyanət etmiş olaram Banu bəyim. Ancaq onlar vardır. Onlar rəzil qorxaqlar olduğu üçün açıq hərəkət etmirlər, qulaqlara pıçıldayırlar. Bu lənətə gəlmiş zəmanədə xeyirxah arzular, həqiqi sənət hər addımda xəyanətlə, kobudluqla üz-üzə gəlir. Yaltaqlar, satqınlarsa töhfə təbərciyi olub yuxarı başa keçirilir. Xurşbanu. Bu hər dövrdə belə olmuşdur, cənab zabit. Nəsiminin dərisini soydular. 90 yaşlı qoca Vaqifin boynunu vurdular. Biz bu həqiqətləri öyrənirik Xurşbanu dilindən. Mixailov. Lakin bir gün azadlıq günəşi doğacaqdır Banu bəyim. Biz nişbin ruhu, gələcəyi inamı kimin dilindən müşahidə elədik? Mixailovun dilindən müşahidə elədik. Nəsiminin dərisini soymağını, Vaqifin boynunun vurulmağını kimin dilindən eşitdik? Xurşbanu dilindən eşitdik. Mixailovun Xurşbanuya dediyi satqınların xəbərdarlığından sonra Xurşbanu ondan satqınların kim olduğunu soruşanda Mixailov adını verdimi? Xeyr, təbii ki. Deyir ki, bu mənim öz vəzifəmə xəyanət olar. Adını verməsi də bu haqda mütləq xəbərdarlıq edir. Deməli, buradan biz Mixailovun rusca ifadələrini eşitdik. Mən sizin igid xalqınızın böyük gələcəyinə inanıram. Mixailov təzim edərək çıxır. Xurşbanu tək. Mən nə günahın sahibiyəm ki, özümü müdafiə eləyim. Hansı satqından özümü gözləyim. Bu zaman rəqqasə təxminənin bağçada kör kamançaçının müşayiəti ilə oynayıb oxuduğu pəncərədən görünür. Xurşbanu onlara tamaşa edərək qulaq asır. Təxminə. Xan Eyvazı bir quruşa satdılar. Xan Eyvazı savalanda tutdular. Qara gözlərin xəncərlə oydular. Ah, nə deyim sizə illər obalar. Ah, nə deyim sizə igid cavanlar. Xurşbanu tək.
Nə vaxta qədər bu xalq faciəli mahnılar oxuyacaq ilahi? Nə oldu onun sevinci, bəxtiyarlığı? İşıq sönür. 6-cı şəkil. Xurşbanın malikanəsi işıq yananda Knyaz Xasay daxil olur, hiss olunur ki, neysə dalğındır, əsəbi hərəkətləri zəngi götürüb səsləndirir, Daşdəmir gəlir. Knyaz Xasay, Knyaz Xasay, Banu bəyin mil düzü səhətinə hələ qayıtmayıb. Daşdəmir, xeyr ağa, Knyaz Xasay dilxor aldı, yaxşı get. Daşdəmir, ağa, Dağıstandan qonaqlar gəlib. Knyaz Xasay təəccüblə, Dağıstandan? Daşdəmir, bəli. Knyaz Xasay, de buyursunlar. Daşdəmir çıxır. Sonra qoca knyaz daxil olur. Knyaz Xasay cəld onun qabağına yeriyərək böyük hörmətlə. Xoş gördük əmi. Təşrif buyurduğunuzu bilsəydim, qabağınıza gələrdim. Qoca knyaz. Tapşır mənim müridlərimə yaxşı hörmət etsinlər. Knyaz Xasay, narahat olmayın əmi, nə lazımsa eləyəcəklər. Buyurun əyləşin. Qoca knyaz kresloda əyləşərək. Yolda bizə dedilər ki, xan qızı Xurşbanı mil düzünə səyahətə çıxıb. Knyaz Xasay, bəli əmi. Xurşbanı Arazdan mil düzünə arx çəkdirmək istəyir. Qoca knyaz, oho, bu çox maraqlıdır. Kinayə ilə. Bəs sən niyə xanımı müşahidə eləməmisən? Knyaz Xasay, mən getmək istəmədim əmi. Qoca knyaz eyni ifadə ilə. Qorxmadınmı bu xan qızının kefinə toxunsun? Knyaz Xasay tutularaq. Siz çox qəzəblisiz əmi. Deməli, burada qoca knyaz Knyaz Xasay satirik ifadəni, yəni bir məzəmmətlə də bir ilhamla deyir bunu. Bu da Knyaz Xasayın acılığına gedir. Qoca knyaz yaşına uymayan bir ötkəmliklə. Bir arvaddan ötəri vətənini, ata-baba yurdunu atan oğula qarşı mən nə cür olmalıyam? Mən 10 il səni Petrogradda bunun üçün mi oxutdurdum? Sən oradan qaydanda Dağıstanlılar Allaha dua edirdilər ki, onların da elmli, əqilli adamlar yetişir. Onlar sənə ümid bağlayırdılar. Canişininin idarəsində sənin kimi adamları olduğuna sevinirdilər. Onlar səninlə fəxr edirdilər. Sən isə qaçıb girdin seyirkar bir şey arvadının tumanına. Knyaz Xasay, əmi, Xurşbanı Allahın buyurub Peyğəmbərin xəbər verdiyi qanunla mənim halal zövcəmdir. Rica edirəm onun haqqında naləyə, kəlama yol verməyəsiniz. Şiə sünni məsələsi avam ruhanilərin uydurmasıdır. Peyğəmbər heç bir zaman müsəlmanları bu cür iki yerə ayırmamışdır. Əgər şiəni də, sünnini də bir olan Allah yaradıbsa, nə üçün biri yaxşı olsun, o biri pis? Qoca knyaz, bəsdir. İcazə vermirəm mənim hüzurumda böyük olan Allahın işinə əl aparasan. Əgər bir atanın 5 oğlu varsa, 5-i də o zaman atan əziz xələfə olar ki, heç bir onun göstərdiyi yoldan çıxmasın. Biri o birinin köməyi olsun. Arvad kimi əlinə saçına həna qoyan bir qeyrət İran şahı İslam aləminin heç bir xeyir işinə qarışmır. Dara düşən, öz azadlığı üçün vuruşan heç bir müsəlman xalqının imdadına çatmır. Xarici dövlətlərin qarşısında isə ağay fərmayış deyib 2 qat olur. Knyaz Xasay. Ədalətlə desək, bu İran xalqının təqsiri deyiləmi? Bütün bunların Xurşbaniyə heç bir aidiyyəti yoxdur. İran şahı Azərbaycanlıların düşmənidir. Deməli, burada hələ də Knyaz Xasayın bizim Şimali Azərbaycanı müdafiə etdiyini, Natəvanın işinin arxasında durduğunu, qoca knyazın dedikləri onun acılan getdiyini müşahidə edirik. Hətta bildirir ki, İran şahı Azərbaycanlıların da düşmənidir. Qoca knyaz. Mən 90 yaşlı qoca 4 gün at sürüb Dağıstandan bura gəlmişəm ki, xan qızı barədə səninlə söz güləşdirəm. Qısa pauza, dərindən nəfəs alaq mülayim səslə. Özün bilirsən ki, məndən sonra bizim neçə 100 il tarixi olan o müqəddəs yurdumuza bir başpapaqlı sən qalırsan. Sən də böyük əcdadımızın çırağını söndürüb düşmənlərimizi sevindirmə. İgid babalarımızın ruhundan utan, qayıt vətəninə. Peşmetinin cibindən iri qızıl saatını çıxarıb baxır. Mən gedirəm namaza. Özüm də səhərə qədər sənin qərarını gözləyirəm. Səhər qaydasıyam Dağıstana. Qalxıb ağır addımlarla çıxıb, Knyaz Xasay əsəbi halda var gəl idi.
Xuşbanı şən əhvalla daxil olur. Xuşbanı. Salam əzizim. Mil düzünü gəzdiyimi eşidib Şahsevən Afşar camaata tökülüb gəlmişdilər. Mənim Arazdan mil düzünə ağ çəkdirmək istədiyimi bilib o qədər sevinirdilər ki, əllərindən güclə qurtarmışam. Axı, yarı canım qalmışdı sənin yanında. Deyir, Dağıstandan qonaqlarımız gəlib. Knyaz Xasa, bəli, əmim gəlib. Xuşban, nə yaxşı oldu. Mən əmini o qədər görmək istəyirdim ki, yəqin hələ nahar eləməyiblər. Aşpaza tapşırıq vermək lazımdır. Görəsən əmin hansı təamları xoşlayır? Knyaz Xasa, zəhmət çəkməyin Banu bəyim. Əmim şiəli deyən xörəyi yemir. Desə ki, testdə Natavanın Knyaz Xasanın əmsinə böyük bir süfrə açdırır, ona yemək pişirdirir və qoca knyaz da bunu yer. Təbii ki, bunların hamısı səhvdir, çünki bunlar sünni olduğu üçün şiəli deyən xörəyi yemirlərmiş. Xoşbanı. Bu nə pis oldu. Bəs sən nə üçün bir kefsən, Knyaz Xasay? Əmim məni aparmağa gəlib. Xoşbanı. Yəqin qonaq dəvət edir. Axı sən Dağıstandan çoxdan çıxmısan? Knyaz Xasay, yox Banu bəyim. Əm istəyir ki, həmşəlik qayıdım Dağıstana. Xoşbanı bərk sarsılaraq. Həmşəlik? Knyaz Xasay, bəli. Xurşudbanı bərk sarsılır, ağır pauza. Bəs sən nə düşünürsən Xasay? Knyaz Xasay, mən heç bir qərara gələ bilmirəm. Xurşbanı, nə qədər də olsa siz kişilər biz qadınlardan güclüsünüz. Xahiş edəm nə eləmək lazım olduğunu sən özün deyəsən. Pauza. Knyaz Xasay, əmmin yaşı 90-ı keçib. Ondan sonra ata-babamızın yurdunda tək mən qalıram. Əgər mən də oranı həmşəlik tərk eləyib xaraba qoysam, düşmənlər sevinəcək, dostlarsa mənə nankor, yaramaz bir oğul kimi lənət yağdıracaq. Xoşbanı. Sanki bütün cəsarətini toplayaraq, Knyaz, mən sənin öz həmvətənlərinin lənətlərinə məruz qalmağına dözmərəm. Knyaz Xasay, bilirəm ki, siz dünyanın ən alicənab qadınısınız. Gedək Dağıstana Banu bəyim. İndiyə qədər Qarabağda yaşamışıq, qoy bundan sonraki ömrümüz də Dağıstanda keçsin. Yəni biz burada qoca knyazın təzyiqi ilə və Knyaz Xasayın vicdan əzabı ilə Natavana təklifini müşahidə edirik. Knyaz Xasay Xuşbaniyə təklif edir ki, artıq biz Dağıstana gedək. Bu vaxta qədər burada yaşamışıq. İndi də gedək Dağıstana gedək və orada yaşayaq. Qalan ömrümüz də orada keçsin. Xuşbani. Yox, Xasay. Öl desən ölərəm, amma bu faciəli vətənimə atıb getmərəm. Mənim kəndlərim mənə ana kimi baxır. Dərdlərini, sərlərini mənə açırlar, məndən kömək umurlar. Desə düşdək ki, Xuşbanı Knyaz Xasanla razılaşır, bir an tərəddüddə olur və nə vaxtsa gedəcəyini bildirir. Bu kimi cavablar düşsə, biləcək ki, qəti qərarla Knyaz Xasan təklif edən kimi Xuşbanı qəti qərarla bildirir ki, mən buradan gedə bilmərəm, çünki vətənimi bu çətin məqamda heç cür atıb gedə bilmərəm. Vətənimin övladları mənə ana kimi baxır, bütün dərslərlərini mənə deyib, məndən kömək umurlar. Knyaz Xasay, siz gəlib onlara baş çəkərsiniz. Axı sizin öz həyatınız var Banu bəyim. Xuşbanı heç bir cavab verməyərək qəti addımlarla Knyaz Xasaya yaxınlaşaraq, boyundakı medalyonu açıb onun boynundan asaraq yaxasını düymələyir. Xuşbanı, bu medalyonun içində bizim övladlarımızı Mehdiqulu ilə Xanbikənin şəkilləri qoyulub. Apar özünlə, Allah səni həmvətənlərinlə xoşbəxt eləsin. Biz buradan başa düşürük ki, çarəsiz qalan Xurşudbanı artıq Knyaz Xasayın Dağıstana getməsinə bir növ razılıq verir. İstəmir ki, Knyaz Xasay öz xalqına xidmət etmədiyi üçün Qarabağda qalıb peşman olsun, vicdan əzabı çəksin. Düzdür, biz əsərin irəliləyən dönəmlərində Knyaz Xasayın bu vicdan əzabını, Natavana atıb getməyinə peşman olduğunu, vəziyyətin yaxşı olmadığını, ruhi bir sarsıntı keçirdiyini görürük. Amma burada Natavan istəmir ki, Knyaz Xasay öz vicdanı ilə baş-başa qalsın. Özü də gedə bilmədiyi üçün ona bir medalyon hədiyyə eləyir, boynundan asır və həmin medalyonda da Mehdiqulu ilə Xanbikənin şəkilləri qoyub. Deməli, bu müddət ərzində Natavanla Knyaz Xasayın 2 övladı var, Mehdiqulu və Xanbikə. Knyaz Xasay həyəcanla, Banu bəyim, Xurşudbanı sinəsindən sıx. Xurşudbanı, indi isə get Knyaz.
bizim birlikte keçirdiyimiz günlərin xatirələri mənim üçün o qədər əzizdir ki, bundan sonra ömrümə 10 ömür də calansa, yenə də onlar məni yaşatmağa kifayət edər. Knyaz Xasay sürətlə otaqdan çıxır. Xurşudbanu bütün gücünü toplayaraq mərdanəliklə ayaq üstə dayanıb onun ardınca baxır, işıq sönür. Deməli, əziz abituriyentlər, əsəri orijinaldan mütaliə etdiyimiz üçün çox uzundur. Mən bilirəm ki, sizin oxumağa, dinləməyə səbriniz çatmaz. Bu səbəbdən də əsərin qalanını ikinci videoda yerləşdirəcəm. Zəhmət olmazsa əməyimizi dəyərləndirərək kanala abunə olsaz və videonu bəyənsəz çox şad olarıq. Təşəkkür